Ümumən söylədi rəqəmdə dəyişiklik, fərq var və deyəsən reklam vaxtında dediniz ki, bir qədər azalma da var. Yəni bu da Biden administrasiyasının ikitərəfli münasibətlərimizə vurduğu ziyanlardan biridir ki, o zaman siyasi əlaqələrimiz nə qədər aşağı minimum səviyyə enmişdisə, təbii ki, iqtisadi əlaqələr də təsirsiz qalmamışdı və o tendensiyanın uzbatından, bax 2024-cü ildə onların ki, o baza ki vardı aşağı səviyyədə, 2025-ci ildə bu davam eləmişdi və 11%lik iqtisadi ticarət dövriyyəmizdə enmə qeyd alınmışdı. Və bu nöqteyi nəzərdən 2026-cı il və bundan sonraki illər üçün, ən az 2028-ci ilə qədər iqtisadi tərəfdaşlığımızın, iqtisadi sahədə əməkdaşlığımızın daha da geniş inkişaf potensialı var və imzalanmış xaritə, elə yol xaritəsi olaraq həm də bu sferada bizim əlaqələrimiz üçün geniş imkanlar pəncərəsi açır. Yəni bu enmə sırf siyasi məsələlərə görə idi. Yəni siyasi konjunktura yerində olmayanda, siyasi təzyiq, yəni bir ölkəyə Azərbaycana faktiki olaraq bir de facto düşmən gözü ilə baxırsan, ermənipərəst siyasət yeridirsən, qondarma erməni soyqırımını prezidenti səviyyəsində etiraf edir və bütün bunlar təbii ki, ümumi ovqatı, həm də iqtisadi baxımdan təsirsiz qalmır. Amma o ki, qaldı sizin haqqında bəhs etdiyiniz TRIP layihəsindən bağlı məsələlərə. Bu layihə əslində ona gətirib çıxarır ki, Birləşmiş Ştatlar regiona gəlir. Regiona gəlir. O iqtisadi baxımdan gəlir. O, deməli, bu daha çox ilkin baxışda iqtisadi layihə, eyni zamanda orta dəhlizi mühüm komponenti kimi diqqəti cəlb edir. Və burada iqtisadi dayanıqlıq təbii ki, müəyyən mənada siyasi məqamlarsız da kənarda qalmır. Yəni bu siyasi məqamlar da iqtisadi faydası da olacaq. İqtisadi faydası çox böyük olacaq, çox böyük olacaq və hesab edirəm ki, nəticədə iqtisadi asıllıq, yaxşı mənada bir iqtisadi asıllıq yaranır ki, bunun sayəsində dövlətlərin bir-birinə əməkdaşlığı siyasi sahədə, diplomatik sahədə və s. daha da genişlənsin. Həm də Birləşmiş Ştatlar fikir verirsiniz, Azərbaycanla yeni bir sferada, hərbi, müdafiə sənaye sahəsində əməkdaşlığa da xüsusi prioritet verir. Bu, deməli, xaritədə bu xüsusi bir istiqamət kimi göstərilib. Yəni, söhbət Azərbaycanın möhkəmləndirilməsindən də güclənməsindən gedir. Eyni zamanda Ermənistanın münasibətdə analoji vəziyyətdir. Yəni, Birləşmiş Ştatlar öz strateji tərəfdaşları ilə həm də təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir ki, TRIP layihəsinin reallaşdırılması baş tutsun və həm də bu bilsin nəyə oxşayır. Bu TRIP layihəsindən mən hazdasa bir baxardım NATO-nun nizamnaməsinin bir 5-ci maddəsi kimi. O nöqteyi nəzərdən ki, NATO ölkələri bir-birinə hücum eləmirlər, düzdür? Və TRIP üzvü olan ölkələr və bu TRIP-lə bağlanmış ölkələrin də bir-birinə iqtisadi əməkdaşlığı olsun, hərbi sahədə toqquşma məsələlərindən söhbət belə getməsin. Həm də bilirsiniz, TRIP layihəsi beynəlxalq layihəyə çevrilir. O Ermənistan və ABŞ arasında imzalanır və orada üçüncü tərəfin müdaxiləsi, üçüncü tərəfin orada məsələyə pozması və Ermənistanı təzyiq etməsi, güc nümayişi bu nəticə etibarilə ABŞ-la qarşıdurmanı labüd eləyə bilir və bu baxımdan onun deməli bu məziyyətlərini də nəzərdən qaçırmaq olmaz.